Evlerindən sonra da dostlarınla istədiyin vaxt görüşə bilərsən. Ciddisən? Əlbəttə, sənin də özünə və dostlarına ayıracağın bir vaxtın olmalıdır. Ay Şəbnəm, nə olar? Gedim də, nə olar? Dedim getməyəsən, dizini qır otur yerində. Çox yox, heç çox yox. Bir saata gələcəm. Dedim yox, əsəblərimlə oynama mənim. Sən həmişə belə eləyirsən. Həmişə. Sənə hər gün dadlı yeməklər bişirəcəm. Yarpaq dolması da bişirəcəksən. Ürəyin nə istəyir, onu da bişirəcəm. Şəbnəm, yeməyi nə var? Serialım var idi, başım qarışıq idi. Heç nə də bişirməmişəm. Az qalım mən. Ən yaxşı, acı niyə qalırsan ki? Get 2 dənə yumurta vurtava ye də. Dəhşət səni səndə. Ev aldı qaldı təmir etmək. Narahat olma, bir yerdə çalışıb, pul yığıb evimizi təmir edəcəyik. Əsla da ürəyini sıxma. Gördün qonşumuz Lətafətgildə evlərini təmir etdilər. Qaldıq yenə biz. Az nə olub? Gül kimi evdir. 2 bundan qabaq təmir Sən eləmişik. canı 2 dənə deyirsən ki, 2 gündür. Yaxşı sən can, yaxşı. Dur gedək Afyon ticarət mərkəzinə. Dur. Evlənməmişdən qabaq heç belə danışmırdın. Ha, hər şey bir yerdə zat. Nə oldu? Sən can, boş-boş danışma, düş qabağıma. Ona qalsan, sən də məni balayına bal yaparacaqdın. Amma 45 dərəcəsində yevlağa apardın. Heç səsimi çıxartdın. Yaxşı, yaxşı. Başqa nə lazımsa denən alım.